Gözəl, mehriban və gənc bir qız Aysel, bütün qəlbi ilə sevdiyi, aşiq olduğu gənc Elçinlə evlənir. Toydan sonra onlar Elçinin anası xanımla bir evdə yaşamağa başlayırlar. Aysel ilk vaxtlar özünü dünyanın ən xoşbəxt qadını hesab edir. Lakin aradan çox keçmir ki, qaynanası ilə anlaşılmazlıqlar başlayır. Xanım və Aysel tamamilə fərqli nəsillərin insanlarıdır. Dünya görüşləri, yanaşmaları, hətta gündəlik vərdişləri belə bir-birinə ziddir. Xüsusilə bir məsələ xanımı çox qıcıqlandırır. Ayselin telefon aludəçisi olması, hər fürsətdə Instagrama baxması, sosial şəbəkələrdə vaxt keçirməsi. Xanım bu vərdişi çox səthi, məsuliyyətsiz və ailəyə hörmətsizlik kimi qiymətləndirir. Kiçik səbəblər böyük mübahisələrə çevrilir. Evdə demək olar ki, hər gün gərginlik olur. Elçin isə bu vəziyyətdən əziyyət çəkir. Bir tərəfdə anası, digər tərəfdə həyat yoldaşı, o daim arada qalır və bu hal onu dərin kədərə qərq edir. Aysel bir gün qərar verir. Bu vəziyyət belə davam edə bilməz. Mütləq bir yol tapmalıyam. Beləcə, gənclik illərində tanıdığı, sirli və bilici bir ədviyyatçı Əmrah kişinin yanına gedir. Ona hər şeyi olduğu kimi danışır. Əmrah kişi diqqətlə qulaq asır. Sonra isə bir neçə ədviyyatdan ibarət xüsusi bir qarışım hazırlayır. Ayselə deyir, bu çox güclü bir zəhərdir. Onu elə şəkildə istifadə edəcəksən ki, nə polis, nə də ekspertlər şübhələnəcək. Təbii ölüm kimi görünəcək. Amma unutma, qaynanan heç nə hiss etməməlidir. Ona görə də ona qarşı çox mehriban olmalısan. Ən sevdiyi yeməkləri bişirməlisən, gülümsəməlisən, diqqət göstərməlisən. Əks halda o şübhələnə bilər. Aysel sevinclə evə qayıdır və Əmrah kişinin dediklərini dəqiqliklə yerinə yetirməyə başlayır. Hər gün xanımın sevdiyi yeməkləri sevgi ilə bişirir. Azca zəhərli qarışım əlavə edir. Əsl dəyişiklik isə onun münasibətində olur. Aysel qaynanasına qarşı nəzakətli, diqqətli və mehriban davranmağa başlayır. Telefonunu bir kənara qoyur, sosial şəbəkələrə daha az girir, evdə daha çox vaxt keçirir. Və möcüzə baş verir, xanım da dəyişir. Onun sərt və tənqidçi yanaşması yumuşalır. Artıq Ayselə doğma qızı kimi yanaşır. Hətta arada ona mənim qızım deyə müraciət etməyə başlayır. Ev sanki yenidən canlanır. Gərginlik yerini sevgi və harmoniya ilə dolu bir mühitə verir. Elçin də bu vəziyyətdən çox məmnundur. Lakin Ayselin içində bir narahatlıq başlayır. Vicdan əzabı onu dinc qoymur. Axı mən ona zəhər verdim. Bəlkə o artıq sağalmaz şəkildə zərər görüb. Bu düşüncələrlə Aysel yenidən Əmrah kişinin dükanına gedir. Göz yaşları içində yalvarır. Xahiş edirəm, mənə verdiyiniz zəhərin təsirini aradan qaldıracaq bir vasitə, zəhər əleyhinə dərman verin. Mən artıq onun ölməsini istəmirəm. Mən onu sevirəm. Əmrah kişi gülümsəyərək Ayselə baxır, gözləri dolur və sakit bir səslə deyir. Bala, narahat olma. Mən sənə heç bir zəhər verməmişdim. O qarışım sadəcə müxtəlif faydalı otlardan və vitaminlərdən ibarət idi. Əksinə, qaynananı gücləndirmisən. Əsl zəhər sizin aranızdakı münasibətdə, qəzəbdə, nifrətdə idi. Sən onunla sevgi və hörmətlə davranmağa başlayanda o da dəyişdi. Beləliklə, aranızdakı zəhər yox oldu. Yerini sevgi və anlayış aldı. Siz artıq sadəcə gəlin qaynana deyil, ana ilə qız oldunuz.